Mən nə edə bilərəm? Bu nə danışıqdır? Ağzınıza gələni yazırsınız yenə adama. Mənim valideynim izləyir yayını. Ağzınıza gələni yazmayın. Bunu çox məcbur etməyin. Bir mənası yoxdur. Belə şeylər yazmayın bura. Bundan sonra da PK'larımız olmaz. Bu qədər. Yəni elə davranırsınız ki, bəziləriniz sanki biz evlənməliyik, sanki biz nəsə, yəni olmayanda olmur da, yəni nə etmək lazımdır? Mən amma heç kimə bir pislik etməmişəm. Xahiş edirəm bu söhbəti bağlayın burada. İki aydır PK etmirik. Demək ki, bundan sonra da artıq PK yoxdur, olmayacaq. Bunu da mən sizə buradan deyirəm. Mənim valideynim baxır, artıq əski şeylər yazmayın burada. Bu qara milçəklə nə deyirsiniz? Mən PK eləyirəm, mən əylənirəm, mən əlimdən gələni edirəm bir yayıncı olaraqdan. Ona görə də, necə deyim, siz yanınızda olmaq istədiyiniz insanın yanında olursunuz. Mənim yanımda olun, məni buradan sevənlər, mənim yanımda olun, mənim xoş günlərimi görün. Bitdi də, yəni başqa nə lazımdır? Duraq, o da ağzına gələni desin, mən də ağzıma gələni deyim. Onda mənim başqa bəzi başqa tiktokerlərdən, İraq yaşlılardan nə fərqim oldu onda? Hər kəsin özünə görə problemləri var, hər kəsin özünə görə səbəbləri var. Yəni siz oradan belə danışırsınız. Buradan yəni insan, mən susuram, ədəbimdən susuram. Sizə burada çox şeyləri, yəni necə deyim, burada deyirlər ki, niyə belə aqressivsən, aqressiv danışırsan. Bəs insana hak etmədiyi bir şeyləri görəndə burada mən vallahi yenə də çox gözəl, səbirli danışıram sizlə. Siz oradan belə danışırsınız. Buradan yəni insan, mən susuram, ədəbimdən susuram. Sizə burada çox şeyləri, yəni necə deyim, burada deyirlər ki, niyə belə aqressivsən, aqressiv danışırsan. Bəs insana hak etmədiyi bir şeyləri görəndə burada mən vallahi yenə də çox gözəl, səbirli danışıram sizlə. Birini alırıq yayına, ağzına gələni cəmaət haqqında yazırlar, tanıyıb tanımadana. Bu filan kim olursa olsun, kim olursa olsun. Yazıq Şahin'i alıram yayına, deyirlər ki, mən heç kimin tərəfini tutmuram. Siz məndən yapışın, mən cəmaatın tərəfini tutmuram. Şahin'i alıram, deyirlər düşüydü, bu nə danışıqdır. Batuhan'ı alıram yayına, ağzına gələni bəziləri yazır ki, belədir, elədir. Onu deyirlər, ayıbdır axı. Cəmaatın nə günahı var? Cəmaatın günahı yoxdur. Mənim haqqımda pis danışanlar, uşaqlar, zaten həyatda heç kimi məmnun eləmək olmur. Mütləq şəkildə, vallah deyirəm, buradan belə məndən nəsə tapıb deyəcəklər. Mütləq. Çünki bir insan istəmirsə məni, ona məcburi insan özünü sevdirə bilməz. Mütləq şəkildə, baxın, mən 3 ildir ki, artıq da 3 il olar, 2 il, yarım, 3 ildir rovnu ki, mən otururam burada, PK-larımı edirəm, davasız, qırğınsız, heç kimə belə bulaşmadan, çox belə iyrənclikləri çox göz önünə gətirmədən, sırf kaos olsun, izlənmə olsun deyə. Görürsünüz ki, mən əvvəllər də elə vanillə falan belə oturmuşam evdə, sakit belə, yəni oturub belə yayınlarımı falan edən bir insanım da. Yəni mən çox da kimlənsə dava edib şey olacaq insan deyiləm. Buradan belə məni bəyənməyən, məni hamı bəyənməyə bilər. Vallahi heç kimi bəyənmə məcburiyyətində deyil. Yəni buradan bu nə deməkdir? Yəni mütləq şəkildə yenə nəsə tapıb deyəcəklər. Amma önəmli olan mənim burada bir duruş sərgiləməyimdir. Önəmli olan mənim necə olmağımdır. Düzgün insanlar, özünü tanıyan, özünə hörmət edən, həyatı başa düşən, ağıllı olan insanlar bilirlər ki, bu qız necə qızdır. Bu qızın nəyi düzdür, nəyi səhvdir. Bu qız kimlərdən uzaqlaşıb, kimlərlə yaxınlaşıb. Səhvlərdən dərs çıxartmaq,
mən 29 yaşına təzə girmişəm. Mən səhv edəcək çox şeylərim var qabaqda. Mən səhvlər çox edəcəm. Çünki mən insanam, mən yaşayıram. Mənim bəlkə də etmərəm, Allah uzaq eləsin. Məsəl üçün də bir cinayət işləmərəm, məsəl üçün içki içmərəm, artıq şeylər etmərəm. Edərəm bir dənə ağzımdan qeybət çıxır, o da səhv olar. Edərəm məsəl üçün bir dənə bir şey edərəm, o da səhv olar. Bu nə qədər ki Allah ömür verib, o ömrə kimi mən səhvlər edərəm. Çünki mən insanam, mən Allah deyiləm. Amma önəmli olan mənim necə bir duruşdan necə bir duruşa gəlməyimdir. Önəmli olan budur. Amma məni istəməyən insanlar, məni nə bilim artist görənlər, xoşu gəlməyən insanlar isə məndə ömür boyu səhv görəcəklər. Çünki məni istəmirlər onlar. Çünki mənim düz olmağımı istəmirlər. Düzgün məni görmək istəmirlər. Ona görə mən də özümü sevdirəcək deyiləm. Əgər biz özümüzü sevdirəcək bir insan olsaydıq, bu həyatın sonuna qədər yorularıq, biz bezərik valla. Biraz rahat buraxmaq lazımdır özümüzü. Kim sevirsə, məsəl üçün biri ilə insan dostluq edir. O insanla dostluğu, məsəl üçün qıraqdan kimsə həmin o dostluq elədiyin insandan düşməndir. Bu o demək deyil ki, mənim dostluq elədiyim insan pisdir. Onunla pis ola bilər, mənlə pis deyil. Nə deməkdir bu? Yəni sən hamını bəyənməyə bilərsən, hamını sevməyə bilərsən. Hamının fikirləri ayrıdır. Hamını sevməyə bilər. Mən bu şeyləri bilirəm artıq. Başa düşürəm. Axı siz burada məndən yaşca çox böyük insanlar var, ağıllı olan insanlar var. İnsanların həyatında başına nələr gəlmir ki? Hələ nələr gəlmir. Cəmaət var, nə şərə düşür. İnsanlar var ki, nə şərlər atılır ona. Nə problemlərlə qarşılaşır, ailələrində, dostlarında nə problemlər yaşanır. İnsanlar var, nə zülmlər çəkir. Valla. Düzdür, burada indi necə deyim, tanış olub, xoşbəxt olan insanlar da var. Burada çox gözəl dostluq qazanan insanlar da var. Biri mənəm. Burada mən Niyanı tanıdım, TikTok'dan tanıdım. Niyanı mən realda tanımırdım. Mən 3 il, yarım, 4 il əvvəl mən Niyanı tanıdım burada. Burada Amaliyanı tanıdım. TikTok artıq bizim həyatımızın bir hissəsidir. Kim desə ki, yox. Məsəl üçün kimisi var ki, məsəl üçün mən universitetdə də insan 6 ay oxusam da oradan da insanlar tanıdım. Məktəbdən də insanlar tanıdım, amma fakt indi onlar həyatımda yoxdur. Onlarla əlaqəm yoxdur. Amma TikTok'dan tanıdığım məsəl üçün Niya mənim artıq 4 ildir ki, rəfiqəm deyil, ailəmdir. Burada çox gözəl insanlar tanımışam mən, Duyğu başda olmaqla. Burada realda məni görən insanlar var. Viktoriyadır, Eləndir, Nilaydır, Səbişdir. Burada bir sürü tanıdığım Ulaşdır, insanlar var burada. Çox gözəl insanlar var tanıdığım. Hamını bəyənməyə bilərsiniz. Hamını sevməyə bilərsiniz. Bundan sonra çünki cahillə cahil olmaq olmur. Bir Quran söz deyirəm, yenə orada yazır. Çünki niyə görə? Çünki başa düşmür, başa düşmək istəmir. Algısı ora kimidir. Bir insana bir sözü deyirsən, ağıllı insan başa düşür, bilir, amma ağlı olmayan insan başa düşmür. Öz görmək istədiyini görür çünki o. Öz görmək istədiyini görür. Özü öz dünyasında şəkilləndirir onu. Mən onunla dost olmuşam. Mən burada PK etmişəm onunla. Çörək kəsmişik. Mən ona pisliyim. Mənim yaram yoxdur. Mənim Allah eləməsin yaram olsun. Mən ortada qalmamışam, çöldə qalmamışam ki, mən kimisə istəyim qıraqdan paylaşmayın, yaram qalmasın. Mənim yaram nə yaram var mənim yaramda qalmasın? Əksizdə adam bəyəm. Niyə heç qıram da mənim yaram qalmamır? Niyə qanım qaralmalıdır? Restoran seriozno şeydə. Fat çox sağ ol. Çox sağ ol. Atma. Yerəyim. Yetər. Yerlim nətərsən. Yaxşıyam, siz necəsiz? Rus dilini də öyrənə bilmədim də. Mən ümumiyyətlə dil öyrənə bilmirəm. Artıq dərəcədə xahiş edirəm. Bu söhbət uzandıqca çox başqa yerlərə gedir. Bu söhbət uzandıqca çox çirkinləşir. Necə deyim, siz mənim yerimdə deyildiniz. Mənim yerimdə olmayanlar, burada elə bir ki, söz haqqı varmış kimi danışan bəzi insanlar.
Mənim haqqıma girməyin. Artıq dərəcədə söz deyirəm, xahiş edirəm sizə. Mən haqqımı, zəhmətimi savunuram. Narahat olma İlayda. Mən usturuplu bir şəkildə, ədəbli bir şəkildə onları uyardım, söylədim ki, artıq PK bitdi artıq. Yəni mən əlimdən gələn hər şeyi etdim. Siz də artıq dərəcədə xahiş edirəm. Yenə də deyirəm, məni burada istəməyənlər, yenə məni bu qədər danışdığım sözlərlə yenə də dilə gətir. Görənlər görür zaten, görənlər görür. Amma yenə də söyləyirəm, burada mənim haqqıma girib artıq əski şeylər yazmayın. Tamam mı? Mən onu dilə gətirdim. Burada sadəcə mən istəmirəm ki, o iyrənc o tiktokerlər var, bəziləri bir-birlərini elədiklərini açıb qoyub ortaya deyirlər ha. Mən onu eləsəm, mənlə heç kim dostluq etməz. Çünki insanın necə deyim, insanın etibarı, insanın şərəfi, insanın ağzı çox önəmlidir. Mən o bəzi tiktokerlər var, dalaşırlar bir-birləri ilə, bir-birlərini hər şey burada deyil. Elə şeylər lazım deyil. Sadəcə sizdən xahiş edirəm ki, artıq dərəcədə mən Azərbaycanınızın qızıyam. Mənə artıq əski şeylər yazmayın. İlayda ara qatmayın. İlayda ara qatmır, narahat olma. İlayda ara qatacaq heç nə etmir. Allah hamının yollarını uğurlu eləsin, başda mən olmaqla. Allah hər şeyin xeyirlisini eləsin. Bu qədər. Yoxsa iyrənclik edib də burada o şeylər kimi mən həmişə özüm onları şeyləmişəm belə. Sonra qınadığım şeyi yaşamaq da istəmirəm. Ona görə hər zaman bu həyatda ehtiyat eləmişəm ki, nəyisə qınamayım, kiməsə nəyisə deməyim ki, heç vaxt bunu eləmərəm. Çünki heç vaxt dediyimiz şeylər hər zaman bu həyatda başımıza gəlir. Ona görə də çirkinləşmək, iyrəncləşmək lazım deyil. Kimsə kimlənsə də PK edirdi, sırası da evlənəcək deyə bir qayda da yoxdur. Lazım da deyil. Allaha şükürlər olsun ki, elə bir niyyətim də yox idi, yoxdur da zaten. Yəni bu qədər. Yəni kimsə də ortalıqda qalmayıb ki, onu kiməsə sırımaq falan elə şeylər yoxdur. Yəni elə şeyləri də deyim, burada məni heç kim alçalda da bilməz. Allaha şükürlər olsun ki, buradayam. Nə olursa insanın özü bilsin. İnsanı sevən insan da insanı hər cür yanında olur, bu qədər. Yəni başqa şeylər lazım deyil. Burada nə isə demək. Yenə də deyirəm, burada tanıyıb bir-birlərini xoşbəxt olan insanlar da var. Onlara heç nə demirəm. Bu həyatdır, bilmək olmaz adamın sabah başına nə gəlir. Amma olacaq insanlar var, olmayacaq insanlar var da bu həyatda. Başqa da ki, yox. Sən də xoşbəxt. Uşaqlar, mənim bədbəxt mən kim dedi ki, bədbəxtəm hal-hazırda? Niyə xoşbəxt deyiləm ki? Valla çox xoşbəxtəm, Allah and olsun. Niyə xoşbəxt? Tam xoşbəxt olmamağıma bir səbəb göstərin mənə. Xoşbəxt niyə olmayım? Ailəm yanımda, sevdiyim insanlar yanımda. Reis, çox sağ ol. Buradan istədiyim uğurları əldə edirəm. Xoşbəxtliyi siz nəydə görürsünüz ki? Yəni, yeri o biriləri isə Allah zamanı gələndə hər şeyi nəsib edəcək. Heç nəyə də tələsmirəm. Əlhəmdülillah, sağlamlığım yerində bitdi. Yəni. Ailə qurun. Siz nə olar ailə qurun, xoşbəxt olun. Valla mən də qıraqdan baxıb çox sevinərəm sizin yerinizə. Hər şey ailə qurmaq deyil. Ailə qurmaq olsa bu dəqiqə evlənmək adı ilə evlənərəm. Bu dəqiqə evlənərəm. Narahat olmayın ondan. İnsan öz sevdiyi ilə ailə həyatı qurmalıdır. Ad üçün yox. Evlənib də 2-3 ay sonra ayrılmaq lazım deyil. Mən elə istəsəydim çoxdandan eləyərdim. Narahat olmayın. Canlar, mən zaten xoşbəxt olmağımı görəcəksiniz Allahın izni ilə. Hər şey zamanla olacaq. Bilmək olmaz harda qarşımıza necə burada insanlar çıxır. Burada çox gözəl yəni insanlar var. Sən əvvəllər necə nə yazıb? Əvvəllər o qədər aqressiv olmuşdun, amma indi əvvəlki sevincsən, sakit. Sakit çünki dayaqlarım var burada, məni sevənlər var. Gözəl insanlar var.
Niyə də olmasın? Bir insana ən gözəl xoşbəxtliyindən biri bir yayımçının insana dəyər verilməyidir. Bunu insanlar mənə dəyər verirsə, mənə hörmətimi qoruyub saxlayırlarsa, mənim yanımdadılarsa, bu mənim üçün ən gözəl başucalığıdır. Mən bacardığım qədər hər zaman dostluqda bir şeyə önəm vermişəm. Mən də səhvlərim var, eyvallah. Hər zaman bunu deyirəm. İçinizdə elə insanlar var, içlərində ən böyük günahlardan biri mənəm. Elə insanlar var ki, məsələn, onun günahı məndən daha çoxdur. Bu Allahın biləcəyi işdir. İnsanıq biz, problem deyil. Tövbəni qəbul edən Allahdır. Deyir ki, bir insan haqqında heç vaxt pis danışmır. Bəlkə gecə yatanda o Allahla qalıb tövbə edib Allaha səhəri günü daha gözəl bir şəkildə yoluna davam edir. O çox gözəl bir sözdür. Amma dostluqda hər zaman buna önəm verirəm ki, bir insanı pis olsa belə pisləməz. Onun necə deyim, onunla keçirdiyi o dəyərli zamanları heç vaxt açıb ortaya qoymaz. Niyə görə? Bir yerdə, dində də var bu, bir yerdə haqqın itdiyi zaman məcburi şəkildə hörmətdən düşməyəsən deyə hardasa özünü açıqlama gətirməlisən, amma müəyyən nöqtəsi var onun da. Çox çizgiləri aşmamaq şərti ilə. Müəyyən şeylər var ki, özünə bəraət qazandırmalısan ki, xalqın, insanların gözündə o çox aşağı düşməyəsən. Amma onun da bir nöqtəsi var. Onun da bir yolu var da, dur deyə biləcək bir yeri var onun da. Mən də bacardığım qədəri ilə öz necə deyim, dostluqlarımda da, keçmiş həyatımda olan, məsələn, dost deməyim, tanışlarda da elədi ki, məsəl üçün kiminsə mənsə yanında nəyisə varsa, onu heç yayında demirəm, çünki sabahları biri ilə dostluq etdiyim halda o artıq mənə güvənməz. O artıq mənə etibar etməz. Çünki həmişə məndən ehtiyat edir. Çünki deyər ki, düşünər ki, vaxtı ikən Sevinç filan kəs haqqında yayında açıb ağartdı, hər şeyi dedi, olan olmayan şeyləri danışdı, eyiblərini atdı, qoydu ortaya. Mən bunun yanında heç nə deməyim, Vüsü çox sağ ol. Mən bunun yanında heç nə deməyim ki, sabah bir gün yenə mənə nəsə deyər bu insan. Ona görə də pisi də, yaxşını da çox dilə gətirməmək lazımdır. Hər zaman bu metodla getmişəm mən. Zaman göstərər. Allah hər şey xeyirlisini biləndir. Zaman bizə nə göstərər bilmirəm onu. Batuhanlandakı siz sevməyə bilərsiniz onu. Ona ön yarğınız ola bilər. Ya da ki, mən onu bir anda gətirib də bura sizə zorla sevdirəcək deyiləm. Əgər sizi özü sevirsə, necə deyim, sevdirirsə, siz onu sevə bilərsiniz. Mən insanların kimisə sevmək sevgisini əlindən almıram. Elə bir şeyim yoxdur. Burada onu demirəm. Sadəcə sizin gözünüz qabağında tanıyıram mən onu. Sizin gözünüz qabağında tanıyıram. Amma ailəsi məsəl üçün baxır mənə, anası, atası gəlib hədiyyə atıblar. Hədiyyəyə görə demirəm, nə edirəm, sağ olsunlar, yenə ürəklərini keçib, ona görə eləmirəm. Sadəcə bu hörmətdir də, hörmət əlaməti olaraq. Ki, yəni, atası gəldi dünən mənim yayında yazdı ki, sən mənim qızım yoxdur, sən mənim qızımsan artıq. Batuhan da qayıtdı dedi ki, heç bir zaman bugünə kimi o elə bir şey yazmayıb kimisə haqqında. Bu nə deməkdir? Bu sağ olsun bir insan kimi dəyər verir mənə deməkdir. Onu sevməyə bilərsə, amma ən azından onu da belə ağır şeylər yazmaq doğru deyil. Çünki tanımadığınız insandır. Tanımadığımız insanlar haqqında. Zamanla tanıyarsınız elə gözünüzün qabağında. Hansısa bir bəyənmədiyiniz bir şey olar. Okey, haqlısınız. Amma şey etməz. Ön yarğı lazım deyil. Mən yanımda mənə hörmət qoyan insanları siz də mənə görə yanında olun hər zaman. Həyat bir imtahandır. Qabağımıza nə insanlar çıxır? Bizim qabağımıza nə kimi insanlar çıxır? Hamısını görürük də. Mən yarışmada olanda o vaxtları, maşın şouda olanda nə kimi orada planlar qurulurdu, nələr olurdu, nələr olurdu, hamısını çox gözəl bilirik. Yəni demək istədiyim odur ki, çox insanlar tanıdıq, tanıya da gedirik. O bütün insanlara yolunu hər zaman açıq eləsin. Canım Vüsüm mənim, var olun.
Hər şey daha da gözəl olacaq. İnşallah. Hər şey daha da gözəl olacaq. Səbirli olun. Biraz zaman lazımdır gözəl olmaq üçün. O zaman da olacaq inşallah. Mən də sizi çox sevirəm, var olun. İnşallah daha qarşımda gözəl şeylər var. Allahın izni ilə, zamanla. Anka qızların baharın təşkil edir, anka quşların kim qoydu? Daha da gözəl şeylər olsun istəyirəm. Daha da xoşbəxt olacağam. Bunu siz də görəcəksiniz. Narahat olmayın. Əlimdən gələni də eləyəcəm. Bilirsiniz ki, mən mübarizə aparan bir insanam. Qızlar ona görə anka quşu deyirlər mənə. Adlarının yanına da anka quşu qoyublar. Çünki biz yorulduğumuz zaman tükənməməliyik. Həyatın qanunu belədir ki, yoruldunsa, bezdinsə artıq bitdiyin deməkdir. O qədər uğur yolu olan insanlar var ki, onlar yeri gəlib ki, itkilər veriblər, yeri gəlib lap dibə düşüblər, təkrardan qalxıblar. Bu çox gözəl əslində gücdür insan üçün. Biz Azərbaycanımızın xanımları da hər zaman elədir ki, hər zaman öz ayaqları üstündə dura bilən xanımlarımız da vardır. Yenə də deyirəm, məni bəyənməyin. Zaten bəyənməyəcəklər də yenə də bir şey tapacaqlar, danışacaqlar. Buna əminəm. Yenə deyəcəklər belədir, elədir. 100% bilirəm bunu. Milyon faiz deyəcəklər. Çünki heç sevmirlər. Sevməsinlər. Vallah, kütlə dərdində də deyiləm. Var 10.000, 5.000, 3.000 söylə baxılmağı. Var 2.000, 1000 nəfər, 1500 nəfər hörmət edən insanlar var. Lap aşağıları da olur. Bu mənim üçün heç önəmli deyil. Ən önəmlisi hörmətdir. Ən önəmlisi səviyyəli tanınmaqdır, gözəl tanınmaqdır. Gözəl tanınan insanın da əməyi heç vaxt yerdə qalmır. Buna əminəm. Bir yerdə olacaq inşallah.